Marnioli'də, Şulaveri ərazisində, dağların əhatəsində füsunkar bir mənzərədə Altay ailəvi restoranının açılışı olub. Açılış tədbirində bir sıra qonaqlar iştirak edib, xoş sözlərini və təbriklərini çatdırıblar. Restoranın açılışı münasibəti ilə rəmzi lent və tort kəsilib. Uğurlu olsun! Tədbirdə aparıcı şoumen NATO çıxış edərək qonaqlara restoran barədə ətraflı məlumatlar verib. Mənim əzlərim, bu restoranda siz ləzzətli təamlar dadacaqsınız. Kənd məhsullarına aid bütün dadlı yeməklər sizləri gözləyir. Ləzzətli təamlar sizi gözləyir. Onu da vurğulamaq istəyirəm ki, peşəkar aşpazlar tərəfindən hazırlanır hər bir yeməklər və eyni zamanda münasib qiyməti ilə digər restoranlardan seçilir. Gəlin sizlər də Altay restoranına ailənizlə istirahət eləyin, ləzzətli təamlardan dadın. Ailənizlə gəldiyiniz zaman qış aylarında içərisi çox isti, çünki kombi sistemi var. Burası 30 nəfərə qədər qəbul olunan məhz kabinetimizdir. Nümunə olaraq da mən sizə hər biri belədir sadə. Onu da vurğulamaq istəyirəm ki, yayda sərin, qışda isə çox isti. Hətta mən əlimi vurduğum zaman kombilərimiz çox isti yanır, var olsun. Bu ləzzətli təamlardan dadacaqsınız. Gəlin sizlər də istirahət eləyin. Doğru ünvan Altay ailəvi restoran. Qeyd edək ki, restoranımızda həm Gürcü, həm də Azərbaycan mətbəxinin dadlı ləzzətli təamları qonaqlara təklif olunur. Yüksək zövqlə dizayn edilmiş xüsusi kabinetlər isə qonaqlara daha da rahatlıq gətirəcək. Restoranımızda əvvəlcədən sifarişlər də verə bilərsiniz. Əlaqə nömrəsi 557-09-77-00. Ailəvi restoranımızda ofisiant kimi işləmək istəyən xanımlar isə qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.